Hamıya salam. Məlumat və analitik xidmət sizinlə əlaqə saxlayır Sistem Guru Markets. Şirkət haqqında ümumi məlumatla başlayırıq. Biraz daha hər bir göstəricini biraz daha ətraflı nəzərdən keçirəcəyik. Zəruri hallarda dayanacaq yerləşdirmək mümkündür. Sözü gedən şirkətin bütün parametrlərinə daha ətraflı baxa bilərsiniz. İndi təşkilatın cari fəaliyyətinə baxacağıq. Apartment Investment Ticker AOV. Bu baxış 18 mart 2025-ci il tarixinə olan cari məlumatlara əsaslanır. Təsnifata görə Guru Markets şirkət Apartment Investment alt kateqoriyaya aiddir. T-Property təhlildə 175 şirkət iştirak edir. Bu çox təmsil edicidir. Bu videonun nəticələrinə əsasən verilən qərarları axtarın. Şirkət üçün nəticə belədir. 10 baldan -9. Alt kateqoriya üzrə orta qiymət 0,8 bal. Çox geniş baxsanız, bütövlükdə ABŞ fond bazarı daxilində. Gəlin görək, cəmi ABŞ fond bazarı üzrə orta nəticə 1,9 baldır. -9 xal hesabına qarşı Apartment Investment. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Apartment Investment və alt kateqoriyalı paylaşımlar. 12 ay ərzində promosyonların olduğunu görürük. Apartment Investment 23,8% dinamika nümayiş etdirib. 12,2% alt kateqoriyasında qiymət dinamikasına qarşı. Bu aydın bir şey demir, lakin bu faktı nəzərə almaq lazımdır. Təşkilatın bazar kapitallaşması Apartment Investment 1,24 milyard dollar dəyərində qiymətləndirilib. Alt kateqoriyanın bazar kapitallaşması 899 milyard dollardır. Apartment Investment 0,18% paya malikdir və alt kateqoriyada çox kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 0,12 milyard dollardır. 409 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə Apartment Investment 0,3% paya sahibdir. Birja səhmlərini və balans dəyərini müqayisə etdikdə aşağıdakıları görürük. İşğal olunmuş pay Apartment Investment bazar dəyəri qiymətləndirilərkən alt kateqoriyada 0,18% təşkil edir. Balans dəyəri 0,3% təşkil edir. Bu da bazar dəyərinin payından 78% azdır. Şirkətin bazar payının və alt kateqoriyanın balans dəyərinin qiymətləndirilməsi PIS -1 bal. Təhlil edilən təşkilatın borc öhdəlikləri 1,201 milyard dollar təşkil edir. Borcun balans dəyərinə nisbəti kapitalın 10,8%-ni təşkil edir. Şirkətin maliyyə öhdəlikləri səviyyəsində nəticə çox pis, -2 bal. Şirkətin bazar qiyməti ilə mənfəət balansı sıfırdır. Alt kateqoriya üzrə orta göstərici 51,6-dır ki, bu da alt kateqoriyadan xeyli pisdir. Alt kateqoriya təşkilatları ilə müqayisədə mübadilə qiymətinin mənfəətinə qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -104 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəət məlum deyil. Bu, şirkətin perspektivləri üçün pisdir. Alt kateqoriya ilə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət performansının qiymətləndirilməsi PIS -1 xal. Şirkətin dəyərinin gəlirə nisbəti 6. 3,9 alt kateqoriya üzrə orta göstərici alt kateqoriya üzrə orta göstəricidən 54% yüksəkdir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bazar dəyərinin onun gəlirinə qiymətləndirilməsi. Dözümlü, -0,5 bal. Son 12 ayda gəlir 210 milyon dollar olub. Gələcək 12 ay üçün proqnozlaşdırılan gəlir məlum deyil. Və bu, şirkətin qiyməti üçün son dərəcə pisdir. Gözlənilən gələcək satış performansını alt kateqoriya performansına qarşı qiymətləndirin.
Pis, -1 xal. Marja -49,9% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici 7,6% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 57,5% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə marjinallığın qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 0,12% təşkil edir. Bu, bazar kapitallaşmasının payından 1050% azdır. Və bu, şirkətin birja dəyərindəki balanssızlığı göstərir. Apartment Investment, yəqin ki, yenidən qiymətləndirməyə doğru. Şirkətin hər bir işçisi üçün kapitalın məbləği $21,441 bərabərdir. Alt kateqoriya üçün isə $1924.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 1014,4% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən şirkətin kapitalının qiymətləndirilməsi. Dözümlü, 0 xal. Bir işçiyə düşən mənfəətin məbləği -$1791,400. Alt kateqoriyada orta $37,300. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 4707% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin hər bir işçisinə düşən mənfəətin qiymətləndirilməsi. Dözümlü, -0,5 bal. Şirkətin hər bir işçisinə düşən gəlir $3,597,000. Alt kateqoriyaya görə $488,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 637%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən gəlirin qiymətləndirilməsi. Dözümlü, -0,5 bal. Qısaldılmış səhmlər %4,8, alt kateqoriya orta hesabla 3%dir. Bu mümkün qısa sıxılmanın qiymətləndirilməsidir. Texniki göstərici ROAS 14 şirkət üçün %46 səviyyəsini göstərir. Apartment Investment. Halbuki alt kateqoriya üçün bu səviyyə təxminən 51%dir. Texniki cəhətdən alt kateqoriyalı qiymətli kağızlar şirkətin səhmləri ilə eyni şəkildə kotirovka edilir. Apartment Investment. Şirkətin səhmlərinin faktiki qiymətləndirilməsi təxminən $8,75. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $11,49. Cari təxminlə konsensus proqnozu arasındakı fərq təxminən 31%dir. Gəlin sizin üçün mövcud olan sifariş cədvəlinə keçək, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəlində məlumat sistemi tərəfindən bu mövsümün qərarları hər şeyə ehtiva edir. Guru, Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuzdur və açıqdır. Link bağlanmış şərhdə. Şirkətin qiymətləndirməsinə əsaslanır. Apartment Investment. Səhmlərin qiymətləndirilməsi üçün məlumat və arayış sistemi Guru, Markets qərar qəbul edilir. Bir səhm üçün $8,76 qiymətində satış əməliyyatı açın. Şirkət qiymətləndirmə yanaşmasından, Akimin indeksindən istifadə etməklə qiymətləndirilmişdir. Mənfəət götürmək 8-13 səviyyəsində müəyyən edilmişdir. Stop loss 9-39 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sifariş 17 aprel 2025-ci il tarixindəki ticarət nəticələrinə əsasən müstəqil olaraq müəyyən edilir. Və ya bu tarixdən əvvəlki son ticarət günündə. Ticker əsas alış əməliyyatıdır. Əsas sövdələşmənin videosu artıq bu kanalda yayımlanıb.
Sifarişlərdən birinin bağlanması halında əsas və ya balanslaşdırma. Əks sifariş faktiki qiymətə bağlıdır.